Universitet belə sizə izah eləyim ki, bir çox insanın da belə bir yanılğısı var. Universitet oxuyandan sonra mənə iş verəcəklər, 100% pul qazanacam deyə bir şey yoxdur. Elə bir şey yoxdur, düzdür. Yəni sən universiteti belə görmə ki, universitet sənin həyatında yox. Universiteti də eyni şəkildə həyatda hər şeydə balans var, universitetdə də balans var. Universitet sənin həyatında bir balanslı olmalıdır. Məsələn, 50% universitetə fokusunu ver və yaxud 40%. Qalan da ki, self-study, sənin öyrənmək istədiyin fərqli mövzular. Belə fikirləşin ki, yəni universitetdə bir leksiya zalında 300-400 insan olur, hamıya eyni leksiyanı keçirlər və mən sizə deyim ki, nadir universitet professorları var ki, dərsi öz təcrübəsindən keçir. Bir çox universitet professoru birbaşa hansı universitet olmağından asılı olmayaraq, yəni birbaşa leksiyanı, baxırsan ki, prezentasiyanı oxuyur üzündən. Yəni belə bir mühitdə sən nə qədər inkişaf eləyəcəksən? Yəni 10 professordan biri olar ki, sənə yaxşı, həqiqi həyat məsləhəti ilə bir yerdə sənə dərs keçir. Öz təcrübələrindən, aktiv olaraq hal-hazırda işləyən metodlardan. Yəni 20 il əvvəl keçirilən dərs hal-hazırda mənə çox da lazım deyil. Mənə lazımdır ki, yəni son vaxtlar nə baş verir, ondan danışaq. Bu əsas indi tam olaraq ixtisas dərslərinin başlanğıcından danışmıram. Danışıram əsasən son illərimizdən, magistr dərslərindən. Fikirləşin ki, yəni bakalavr var, magistr var. Master o deməkdir ki, yəni siz ixtisası master eləyirsiniz. Və master eləyəndə siz yəni 20 il əvvəlin, 30 il əvvəlin keçirilən dərslərini görmək istəmərsiniz. Açığı mən elə bir şey görmək istəyirəm ki, heç vaxt eşitmədiyim bir şey olsun. Və praktika ilə öyrənməyi balansa tutmaq lazımdır. Sadəcə öyrənib praktikasız Praktikada mütləq lazımdır.